Uğursuzluğun sirri. BlackBerry, keçmiş uğruna güvənib, gələcəyini itirən nəhəng. 2000-ci illərin əvvəlləri telefon sadəcə ünsiyyət vasitəsi yox, həm də bir status göstəricisi idi. Və o statusun bir adı var idi: BlackBerry. İş adamları, bankirlərdən tutmuş nazirlərə qədər. Hər biznes adamının əlində qara, düyməli BlackBerry var idi. Ekranı balaca, amma gücü böyük. O dövrdə deyirdilər: əgər BlackBerry-in yoxdursa, ciddi adam deyilsən. Və beləcə şirkət özünü məğlub edilməz hesab edirdi. Və məhz problem də burada başladı. 2007-ci il bazara yeni bir marka çıxdı. Adı isə tanışdı: iPhone. Well, what we're going to do is get rid of all these buttons and just make a giant screen. Ekran böyük, düymə yox idi. İnternet sürətli və rahat idi. Zəngin proqramları var idi. İnsanlar həqiqətən də telefondan zövq almağa başladı. BlackBerry isə dedi: bu sadəcə bir oyuncaqdır. Bizim müştərilərimiz isə biznes adamlardır. Onlar düyməli telefonlar və e-poçta fokuslanıb, biznes üçün kifayətdir deyib dəyişiklik etmədilər. Yəni istifadəçini yox, keçmişi dinlədilər. Dünya isə tədricən yeni bir ritmə keçdi. Amma BlackBerry, o taç ekrana gec keçid etdi. App Store anlayışını ciddiyə almadı. Dizaynı dəyişmədi. Özünü gələcəyə hazırlamaq əvəzinə biz onsuz da liderik deyib eyni yerdə addımladılar. Amma bazar sürətlə irəlilədi. İnsanlar yavaş-yavaş BlackBerry-nin əlindən yerə qoydu. Və iPhone, sonra isə Android telefonlar bazarı ələ keçirdi. Bir vaxtlar satış rekordları qıran, bazarı fəth edən, təhlükəsizlik simvolu olan BlackBerry gün gəldi, telefon istehsalını dayandırdı. BlackBerry zəif olduğu üçün yox, özünə həddindən artıq güvəndiyi üçün batdı. Hekayənin dərsi isə keçmişin uğruna arxayın olub yeniliyi görməzdən gəlmək, istifadəçini dinləməyib egonun qurbanı olmaq. Uğursuzluğun sirri bəzən səhv etmək deyil, dəyişməməkdir. Bu dünya sürətli, sərt oyundur. Qalib olan dəyişə biləndir. Yoxsa tarix səni sadəcə xatirə kimi saxlayır. BlackBerry.